hörmətli Aydın müəllimlə, hörmətli bəstəkarımızla, ziyalımızla biz Fərabidən başladıq, Üzeyir Hacıbəyliyə qədər olan dönəmə bir ekskurs elədik. Üzeyir Hacıbəyli dönəmini daha biraz geniş şəkildə çatdırmağa çalışdıq və ondan sonra post Üzeyir Hacıbəyli dönəmi haqqında da danışdıq. Mən istəyirəm ki, biraz da günümüz haqqında fikirlərinizi eşidək. Nəyə görə? Şəxsən mənim üçün, mən vokal musiqini dinləyirəm. Bilmirəm, bəlkə adında səhv edə bilərəm. Biraz tar çalmağım var, biraz musiqi təhsilim var 5 illik. Yəni, xaric olanda hər hansı bir musiqi səsi, mən özümü pis eləyirəm. Yəni, narahat oluram. Ona görə sağlam musiqini sevirəm. Dünyanın istənilən dilində olan musiqində məni cəzb edir. Musiqi əgər koloriti o gerçəkdən məni cəzb edən bir məqam varsa. Mən bildiyim qədər bu Üzeyir Hacıbəyev ruhu şad olsun 48-ci ildə dünyadan köçdü və ondan sonra həmin məktəb bu və ya digər şəkildə siz demişkən bayaqlar qeyd edirsiniz davam elədi. Adını çəkdiyiniz bəstəkarlarımız var, Qara Qarayevlər var, Fikrət Əmirovlar var. Və mənim çox sevdiyim bir janr var, vokal musiqi janrı. Çox gözəl musiqi əsərləri var. Xüsusilə 50-60-cı illərdə yazılmış əsərlər var. Mən onları çox sevirəm. Amma çox təəssüflər olsun ki, bugün Azərbaycan efir məkanında, qoy bizdən həmkarlarımız da inciməsin, efirə elə musiqi parçaları çıxır ki, düşünürəm ki, o Tofiq Quliyevin, Cahangir Zangirovun, Rauf Hacıyevin, Soltan Hacıbəyovun, Andrey Babayevin hətta ruhu şad olsun. Nəyə görə? Yəni, onun musiqi əsərləri ondan da çox gözəl bəstəkarımız olur. Nəyə görə hətta dedim? Onun musiqi əsəri indi Tofiq Quliyevdən daha azdır. Ona görə dedim. Baxın, Elza İbrahimovanın əsərləri necə sevməmək olar və yaxud da Şəfiq Axundovanın. Bax, düşünürəm ki, onların sanki sümükləri sızıllayır. Bax, bu əsərlər Azərbaycan efir məkanında insanlara bir musiqi nümunəsi kimi təqdim olunanda. Biz niyə bu hala gəlib düşmüşük? Bu sual mənə deyil. Çünki mən bilirəm ki, gənc bəstəkarlar var. Mən həm də müəlliməm. Sizdən onu eşitmək istəyirəm ki, məktəb varmı? Məktəb var. Amma o həmin gənc, çox istedadlı bəstəkarların bir böyük problemi var, o da cəmiyyətə inteqrasiyası. Edə bilmirlər ya imkan vermirlər? Olmuyor, bilmirəm. Mən onu bilməm. Ancaq mən uzun illər radioda işləmişim. Bəli. Faktiki Tofiq Quliyev, digər bəstəkarlar radio vasitəsilə propaganda gedirdi. Onların bir dənə mahnını 10 dəfə gündə əgər getsə, bu mahnı xoşa gələcək. Yəni, bu belə bir şeydir. Burada bilirsiniz, İlla ki, əgərləri, mən bilirəm ki, gənc bəstəkarların çox gözəl mahnıları var. Amma onları propaganda eləmirlər. Bu, mənə olan sual deyil. Bu, radio vasitələri var, televiziya vasitələri var. Qabaq bədii şuralar olurdu. Bəstəkarlar bədii şuraya 3-4 dənə mahnı gətirirlər ki, heç olmasa biri keçsin. İndi o yoxdur heç bir şey. Gəlir, bilmirəm, hansı vasitə ilə, heç bəstəkar da deyil. Bu saatda, valla, mən bəstəkar, bir dostum var, deyil, lütfən mənə bəstəkar yazmayın, ki, ayıbdır. Çünki biri çıxır efirə, bəstəkar, nə bilim, nə, dramaturg, 70 dənə onun şey var, titulu var. Heç belə bir şey yoxdur yer üzündə, amma gedir efirə. Bu bir, ikincisini də yenə də deyirəm, bu nəyiz, bu televiziya və radio və digər Mədəniyyət Nazirliyin, Filarmoniyası, filanı fəsbə, onların propagandası olmalıdır. Əgər o olmasa, heç nə olmayacaq.
Bir də bilirsiniz, bu böyük bir problemdir. Bu problem nə ilə əlaqədardır? Bunun gərək bir komisyon olsun, nəyə belədir? Mən bu cavabı verə bilmirəm. Yox, təbii ki, siz cavabın müəyyən, Çünki sizə aid olan hissəsini deyirsiniz. mən əsas bir şey var. Məsəl üçün, mən uşaq vaxtı o ayağa dururdum 8-10 konsertində, artıq, bax, siz deyirsiniz, Qəmbər Hüseynin mahnısı gedirdi. Misal üçün deyirəm. Amma indi açırsan, əvvəla nə bəstəkarın adını deyirlər, bu bir. Demirlər, hə. Bir də ki, öz aramızdır, çox belə aşağı səviyyədə kiminsə əsəri gedir və bizim zevqimizi, bizim yox, mənim zevqimizi koraya bilməz, amma cəmaatın zevqini koramaq nə var ki? Biz bu musiqimizdə bayaqlaşma prosesini, bu yeni deyil. Ötən 50 ildə biz bunu görmüşük. İndi bilirsiniz, keçid vaxtıdır. Bu, bilirsiniz, fəlsəfi tərəfdən götürək. Əlbəttə. Böyük bir yol keçib bizim musiqimiz. Gəlin belə danışaq. Böyük bir zirvə olub da, zirvələr. Əlbəttə. İndi, necə deyərlər, toparlanma devridir. Gələcək zirvələri artıq hazırlamaq lazım. İndi, belə bir dövrdür indi. Bu, mənə gəlir ki, bu çox təbiidir. Hər zaman zirvə ola bilməz. Özəlliklə müharibələr dövrü. Baxmayın, müharibə böyük təsir edir. Müharibədir, məsəl üçün, 20-ci əsrə baxmayaraq ki, mən o vaxtda olmuşam, nifrət eləyirəm. Bu qədər müharibə olar. Müharibə musiqini də korladı. Korladı musiqini. Müharibələr çox kötü bir şey. İndi də müharibələr devridir. Əslində, əlimiz həmişə tetikdə olmalıdır, həmişə demişəm. Bu nə tər şeydir? Müharibədir. Musiqi necə şey eləyə bilər? Hatta butta nəfəsi gələ bilər, amma... Aydın müəllim, Sabirin ifadəsi ilə desək, deyir, çalxalandıqca, bulandıqca zaman nehrə kimi yağı üstə çıxır, ayranı ayranlıq olur. Yəni, biz indi yağın ayrılması, ayranın ayran olması prosesini müşahidə etməyik. İndi natural süd də yoxdur ki. Yox, haqlısınız. Mən sizə çox təşəkkür edirəm. Bu gündəlik qayğılarımızdır. Çox belə iyi bir notda bitirmədik. Hər şeyə rağmen Azərbaycan xalqı böyük musiqiyə sahibdir. Musiqi sisteminə sahibdir. Ona görə danışırıq da bunu. Bəli. Və sahib də çıxmalıdır. Əgər çıxmasa, hətta dost belə ona sahib çıxar. Düşmanı demirəm. Hətta dost ona sahib çıxar. Və mən inanıram ki, sahib çıxacaq.